Uşaqlar, bu günlərin biz sizlə Böyük Monqol dövləti haqqında danışacağıq. Bu Monqol dövləti haqqında bizim Azərbaycan tarixində müəyyən qədər məlumatımız var idi. Deyirik ki, nə idi? Şərq xalqları Monqolları Moğol, Avropalılar da Monqol adlandırırdı. Biz Göytürk dövlətini keçəndə dedik axı Göytürklər Jujanları məğlubiyyətə uğradıb dövlət qurmuşlar. Həmin bax bu Monqollar da Jujanların varisi hesab olunur. Harda yaşayırdılar? Bax bu ərazilərdə, yəni Mərkəzi Asiyada yaşayırdılar. Əsasən də həmin dövrdə bunların həyat tərzi nə idi? Deyirik ki, qəbilə münasibətləri idi. Yəni ibtidai icma quruluşunda yaşayırdı. Bunlar quldarlıq quruluşunu görməyib. Qəbilə münasibətlərindən birbaşa köçəri xarakter daşıyan feodal münasibətlərinə keçirlər. Deyirik nə baş verdi? 12-ci əsrin sonlarında artıq bunlarda sosial bərabərsizlik yaranır və tədricən həmin o qəbilə münasibətləri dağılır və yerində köçmə xarakter daşıyan feodal münasibətləri yarandı. Yazmışıq 1206-cı il 10-cu ay qurultayı. Bundan danışmamışdan əvvəl Temuçin haqqında məlumat verək ki, Temuçin Kiyat qəbiləsindən idi. Kiyat qəbiləsinin başçısı var idi, Yequsay Bahadır. Onun övladı idi. İndi o Yequsay Bahadır digər tayfalar tərəfindən zəhərlənib öldürüldü dedik. Onun nə baş verir? Öz tayfası onu tərk edib gedir. Sərt, ağır həyat tərzi onu möhkəm bir sərkərdə kimi formalaşdırmışdı. Nə baş verir? Görür artıq Temuçin görür ki, tayfalar arasında çəkişmə var. Özünə sədaqətli, cəsur adamlar toplayır. Neymandır, Kerayetdir, Merkitdir. Bu kimi tayfaları özünə tabe edir. Hətta ən yaxın dostu var idi onun, uşaqlıq dostu Camuqa. Camuqanı dəradan götürdü. 1206-cı ildə 10-cu ay qurultayı çağırıldı. Kim idi orada? Deyirik ki, şaman var idi. Teptengri adında. Nə deyir Teptengri? Deyir ki, əzəli və əbədi mavi göyün tanrısı Temuçini nə elan eləyir? Dünya Kağanı elan edir. Bəli, onunla da Temuçin Böyük xan seçilir və Çingiz adını qəbul edir. Yəni olur artıq Çingiz xan. Dövlətin də paytaxtı hara olur? Bax bura. Qaraqorum şəhəri də dövlətin deyirik ki, ilk paytaxtı oldu. Yaxşı, Çingiz xanın tədbirləri nə idi? Çingiz xan nə işlər gördü? Deyir Çingiz xan 1206-1227-ci illərdə hakimiyyətdə olmuşdu. Ona tabe olan ərazilərdəki üsyanların yatırdı. Hətta deyirik kütləvi qətliamlardan belə çəkinmirdi və güclü ordu yaratmağa başlayır. Neyinir? Deyirik ki, tayfa müxtəlifliyi prinsipini tətbiq edir. Məsələn, biri var, hər tayfa öz adamını yığır gəlir, səhərsi bir inciklik düşəndə öz tayfasını götürüb gedir. Amma bu eləmədi. Bu dedi, hər tayfadan bir nəfər götürüb ordu yaradacaq. Məsələn, 10-luq, 100-lük qeyd eləmişik. 10-luq, 100-lük, 1000-lik, 10 minlik kimi şeylər yaratdı da. Ordunu o formaya böldü və 10-başı, 100-başı, 1000-başı kimi rütbələr təyin elədi. Deyirik ki, ordusu əsasən nəyə əsaslanırdı? Bəli, niza ilə silahlanmış çevi yatlı dəstələrdən ibarət idi bunun ordusu. Yazmışıq ki, böyük yasa. Bəli, deyirik ki, bunun böyük yasası var idi də. Monqolların qanunlar məcəlləsi idi. Orada əsasən əmirlər, yəni yarlıqlar, qanunlar, yəni yasalar, bir də Çingiz xanın nəsihətləri var idi ki, kim ki ona qarşı çıxardısa onları ağır cəzalar gözləyirdi. Nə deyirdi? Deyirdi ki, bütün tabe edilmiş torpaqlar hamısı xanın mülkiyyətidir. Ona görə də o dövləti inzibati cəhətdən uluslara bölmüşdü. Çingiz xanın hərbi strategiyası nə cür idi? Dəqiq kəşfiyyat məlumatları toplayırdı. Düşmənin zəif nöqtələrini, güclü nöqtələrini öyrənirdi. Eyni zamanda düşmənə gözlənilmədən qəfil zərbələr endirirdi. Deyirik ki, 1207-ci ildə bütün Monqol tayfalarını və eyni zamanda bir çox türk tayfalarını birləşdirib geniş işğallara başlayır. Çinə səfərdən əvvəl Sibir və Şərqi Türkistanı ələ keçirdi, ordusunun sayını çoxaltdı və 1211-1215-ci illərdə Çinə səfər elədi. Deyirik ki, Pekin də daxil olmaqla Çinin şimalını ələ keçirir. Bax, Cənubi Çin demir ya. Pekin də daxil olmaqla Çinin şimalını ələ keçirdi 1211-1215-ci illərdə. Ondan sonra öz istiqamətini dəyişir qərbə doğru. 1219-1221-ci illərdə Xarəzmşah Məhəmməd, həmin vaxtı Xarəzmşah Cəlaləddin atası idi hakimiyyətdə. Gəlir Xarəzmşahlar dövlətinin onun haqqında da biz Azərbaycan tarixində danışanda demişdik ki, səhv eləyir də Xarəzmşah Məhəmməd inanmırdı ki, bunun nə bilim mancanaqlar olacaq, divar dələnlər olacaq. Çünki bu gedib onu Çindən gətirmişdi. Ona görə də bunun ordusu çox idi də. Xarəzmşah Məhəmmədin ordusu çox idi. Açıq döyüşə girməli idi, amma açıq döyüşdən çəkinir. Deyir ki, hər bir şəhər öz-özünü müdafiə eləsin. Bu onların parçalanmasına gətirir. Onlar da həmin mancalaqlarla, divar dələnlərlə şəhərləri ələ keçirirlər. Deyir, əhalinin yarıdan çoxunu qılıçdan keçirirlər. Həmin vaxtı Xarəzmşah
Məhəmmədin oğlu vardı, qaçağan Xarəzmşah Cəlaləddin. Həmin o Xarəzmşah Cəlaləddin də deyir ki, artıq da onun Cəbə və Subutayı göndərir ki, onun arxasınca onu izləsinlər. Onlar da Cənubi Qafqaza kəşfiyyat yürüşü eləyirlər. Deyir kəşfiyyat yürüşü nəyə gətirib çıxartdı? Gələcəkdə Cənubi Qafqazın işğalı üçün zəmin yaratdı. Bəli, 1222-ci ildə dedik axı Azərbaycan tarixində ki, bunlar hiyliyə əl ataraq Dərbənd keçidi vasitəsilə ölkəni tərk edirlər. Gedirlər 1223-cü ildə Kalka döyüşü baş verdi. Şimali Qafqazda Rus Qıpçaq qoşunlarını məğlubiyyətə uğradılar. Yəni bax burdan gəlirlər, keçirlər bura. Rus Qıpçaqları məğlubiyyətə uğradıb qayıdılar hara? Öz dövlətlərinə. Aha, bura kimi məsələ aydın oldu. Yalnız Çingiz xanın vəsiyyətnaməsi. Bəli, Çingiz xan fikirləşdi ki, böyük bir əraziləri əhatə eləyir. Mən öləndən sonra nə baş verəcək? Hakimiyyət uğruna mübarizə baş verə bilər. Ona görə də dövləti 4 dənə oğlu. Düzdür, övladları çox idi bunun. Amma ilk də həyat yoldaşı kimi olmuşdu? Börtey olmuşdu. Ondan olan 4 oğlu arasında bəli, dövləti 4 ulusa bölür. Bu da gələcəkdə nəyə gətirib çıxardacaq? Elə dövlətin parçalanmasına gətirib çıxardacaq. O kitablarda yazırlar, bunun ilk və son səhvi idi. Teymurçin də bax budur. Siçan ölüsünə oxşuyur. Bəli, deyirik ki, artıq gətirdi onu da gələcəkdə parçalanmasına gətirib çıxartdı. Nə demişdi vəsiyyətnaməsində? Deyir ki, Böyük xan qurultayda seçilməlidir. Digər o uluslar Böyük xana tabe olmalıdır. Amma bunlar gələcəkdə görəcək ki, məsələ bu cür olmur. Kim? Xubilay xan haqqında danışacağıq. 1264-1294-cü illərdə hakimiyyətdə oldu. Neynədir? Çinin cənubunu ələ keçirdi. Şimalın, Pekini kim ələ keçirmişdi? Çingiz xan ələ keçirmişdi də. Bu da Çinin cənubunu işğal elədi və nə edir? 1271-ci ildə deyir ki, özünü Çin imperatoru elan edir. Hətta paytaxtı belə Qaraqorumdan Pekinə köçürdü. Bununla da nə baş verdi? Yuan sülaləsinin əsası qoydu 1271-ci ildə Çində. Amma bunun paytaxtı aparıb bura çıxartmağı artıq digər uluslar arasında da əlaqələrin zəifləməsinə başladı ki, bu da dövlətin parçalanmasına gətirib çıxardı. Deyir, nə baş verdi artıq? 14-cü əsrin əvvəllərində bu böyük Monqol imperatorluğu balaca kiçik digər dövlətlərə parçalandı. Hətta 1368-ci ildə Çində üsyan baş verir. Yuan sülaləsi, yəni Monqol mənşəli Yuan sülaləsi də orada Çin ərazisində devrildi.